dua haqqında qısa olaraq bir neçə cümlə danışmaq istəyirəm. Dua mövzusu nədən başlayır? Dua mövzusu bundan başlayır ki, insan Allahdan nə istəməlidir ümumiyyətlə? Bu çox mühüm məsələdir. Bəziləri bilmir nə istəmək lazımdır və yaxud da istəkləri çox kiçikdir. Ümumiyyətlə, deyirsən, insana qiymət verməyin neçə yolu var. Biri də budur ki, de görüm nə istəyirsən, deyim kimsən. Arzular budur. Arzuların siyahısını tut, müsahibə verən kimi yox. Müsahibə verəndə ham ağıllı olur axı. Mən filan bir belə də səviyyəli danışır. Müsahibə yox, səmimi, ürəyimin içinə bax, gör nə istəyirsən. İstədiklərimi yaz vərəqin üstünə, ondan sonra dinən ki, bax, mən buyam, bu qədərəm. Ona görə dua mövzusu istəməkdən başlayır. Adam var ki, deyir, mən məşhur olum, indi gənclərin arasında dəb düşüb. Baxır müğənnilərə filana, görür ki, bir qədər çətin deyil, axı çox asandır məşhur olmaq. Bir-iki dənə şərtləri vardı onun. Səs də lazım deyil, məşhur olmaq üçün. Səsdən başqa hər şey lazımdır. Olur da başqa o asan məsələlər. O bir alim deyirdi ki, Himalay dağı da məşhurdur. Ən çoxu olacaqsan bu dağ kimi məsələn. İnsan bir özünü müəyyən eləsin ki, mən kiməm, hədəfim nədir, nə istəməliyəm. O nə istəməliyəm çox mühüm mövzudur, çox mühüm məsələdir. Ona görə də bir neçə Quran duasına işarə eləmək istəyirəm sadəcə. Quran bizə öyrədir ki, bunu istəyin Allahdan. Çox rahatdır da ki, insan bunu istəyər, bunları istəyər. Hamısına yox, bir neçəsinə. Bir dənə vacib dua var Quranda. Yeganə duadır ki, o vacibdir. Kim deyər, nədir o? Bəli, İhdinəs sıratəl müstəqim. Quranın vacib olan yeganə duası namazda deməliydi onu. Hər gün biz bu duanı Allahdan istəməliyik. İhdinəs sıratəl müstəqim. Bizi doğru yola yönəld. Doğru yola yönəld. Axı, mən yönəlmişəm ki, namaz qılıram. Əvvəla məlum deyil, ikincisi ardıcıldır, davamlıdır. Doğru yol bilirsiniz nədir? Doğru yol incədir, yəni ümumi anlayış deyil. Doğru yol budur ki, mən hər saniyə nə etməliyəmsə onu eləyim. Buna deyilə doğru yol. Mən neynəməliyəm, bax indi burada danışmalıyam. Bundan sonra neynəməliyəm? 100 variant var da, nə qədər mən iş görə bilərəm. Hansını ki eləməliyəm, ağlımla düşünsəm ki, mən bunu eləməliyəm, deməli Allahın əmridir həmin anda, onu eləməliyəm. Sonra nə eləməliyəm filan işi? Yəni, İhdinəs sıratəl müstəqim budur ki, hər saniyə hesablayayım, nə etməliyəm o işi görüm. Buna deyirlər, yoxsa ki, hər yaxşı iş salih iş deyil. Bir var yaxşı iş, bir var salih iş. Yaxşı iş, yaxşı işdir. Amma salih iş, hansı işi ki görməliyəm ona deyilir. 100 dənə yaxşı iş görə bilərəm. Hansını görməliyəm? Ona deyirlər salih əməl. Bir var yaxşı əməl, bir var salih əməl. Əmilus salihat. Salih əməl nədir? Mən 100 dənə qarşımda yaxşı iş var. Hansı meyarla seçirəm? Bəzən biz yaxşı işlərdə nəfsimizə uyğun seçirik. Quranı gətir görüm, hansı əməlindən xoşum gəlir? Quranın bir ayəsi var, hamımız ona əməl edirik. O hansı ayədir? Kulu vaşrabu, yeyin için. Hamı əməl edir o ayə. Yeyin için. Elə bir adam yoxdur ki, onu əməl eləməsin. Yeyin için kimi ayələr var ki, mənim üçün rahatdır da xoşuma gəlir. Bu dindarlıq olmadı. Dindarlıq budur ki, xoşuma gəlir, gəlmir, kənara qoyuram. Mən nə etməliyəm Allah? Allah da gətirir bəzən savab əməlimizi öz iradəsi ilə vurur. Yaxşı bir iş görürük. Allah deyir ki, mən bunu dəfələrlə demişəm. Cəmaat pis iş görürdü İmam Hüseynin dövründə. Ərəfata gedirlər də. Ərəfat yaxşı şeydir. Həcc edirdilər. İmam Hüseyn Kərbəlada doğrananda, Məkkəni tərk eləyəndə hamı yaxşı işlə məşğul idi. Təvaf, səy, gözəl-gözəl işlər. Allah deyir, Allah sizi harada görmək istəyir. İmam hara gedir? İhdinəs sıratəl müstəqimin mənası budur ki, nəyi etməliyəm, hər an o işlə məşğul olum, onu eləyim. Başqa duası Quranın. Və cünubni və bəniyyə ən na'budəs sənam, əsnam yaxud. Məni və övladlarımı bütə ibadətdən uzaqlaşdır.
Şirk pis şeydir. Şirki biz gərək izah eləyək ki, bəzi zahirpərəstlər tohid, şirk deyir. Biz gərək danışaq tohiddən, şirkdən ki, insanlar həqiqi mənasını başa düşsün. Tohid və şirkin. Deyə bilərsən ki, indi bu dua aktuallığını itirib. Niyə? Biz bütpərəst deyilik. Bütpərəst deyilmirsən, ancaq heykələ ibadətdir. Dəbpərəstsən, modapərəst. Bu bütpərəstliyin bir növüdür. Bu bütpərəstliyin bir formasıdır. Qərbpərəstsən, bəli, lap belə əlasından. Bu bütpərəstliyin bir növüdür. Qərbdən də istifadə elə, şərqdən də istifadə elə. Amma nə qərbpərəst ol, nə şərqpərəst ol, nə dəbpərəst ol, o qədər artıra bilərsən. Heç nəyə pərəstiş eləmə. Bu duanın mənası budur ki, özümü və övladlarımı şirkdən uzaq elə. Bu bir dua. Bir dənə də dua Qurandan deyim sizə. Rabbi zidni ilma. İlah məni, bunu səhv tərcümə edirlər adətən. Elmimi artır deyirlər. Belə deyil dua. Demir ki, Rabbi zid ilmi. İlahi elmimi artır. Deyir, Rabbi zidni. İlahi məni artır elm vasitəsilə. Çox mühüm nöqtədir Quran. Hamı tərcümə edir ki, ilahi elmimi artır. Yox. Ola bilər adamın elmi çoxalır, özü cılızdır, kiçikdir. Vay o gündən ki, adamın oxuduğu özündən böyük ola. Görürsən, kitab çox oxuyub, yaxşı bilir, amma cılız adamdır, kiçik adamdır. Elm odur ki, səni böyütsün, sən böyüyəsən. Duanın mənası budur ki, öyrəndikcə mən böyüyüm, elmim məni artırsın. Kompüterin də yaddaşında çox şey var, amma böyümür ki, cansız əşyadır. Amma adamın fərqi budur ki, bildikcə böyüsün, artsın. Quranda bir başqa yerdə də var. Lə-in şəkərtum lə-əzidənnəkum. Bunu da səhv tərcümə edirik. Deyir, şükr etsəniz, biz deyirik ki, neymətləri artırarıq, belə deyil. Lə-əzidənnəkum. Şükr etsəniz, sizi artırarıq, sizi böyüdərik. Şükrün nəticəsi budur ki, sən böyüyürsən, özün böyüyürsən. Demir ki, lə-əzidənnə ni'mətəkum. Sizin neymətlərinizi artırarıq. Deyir, sizi böyüdərik. Artırarıq. Şükür nədir? Dol tərəfin görəsən hər şeyi. Şükür budur, minnətdarlıq hissi ilə yaşayasan, borc hissi ilə Allaha yaşayasan, özü kiçik biləsən, neymətlərin müqabilində. Allah deyir, mən səni böyüdüm, şükrün nəticəsində. Özü də deyir, qur Rabbi zidni ilma, de. Deyə bilərsən ki, Allah bilir də deyir, dilvə gətir. Bəzi şeylər var, dilvə gətirsən yaxşıdır. İki həyat yoldaşıdır, bir-birini sevir, da həyat yoldaşıdır, yəqin ki, inşallah sevir. Kişiyə deyir ki, qadına tez-tez de bunu. Kişi özü ilə ölçür, kişilərin çox ehtiyacı yoxdur ki, ona dəqiqədə desinlər, səni çox istəyirəm. Bu da özü ilə ölçür, deyir ki, bir dəfə evlənəndə dedim, 50 il yaşayacaq, bildə bir dəfə ki, səni çox istəyirəm, çox istəmişəm ki, evlənmişəm. Yox, Peyğəmbər deyir, de. Bu gün də müasir psixologiyada sübut edir ki, qadının eşitməyə ehtiyacı var. Deyir, de. Bilsə də o, bilir, amma deyir, mən dinəm, mən eşidim. Bu da belə həddən inəyək də. Dözməliyik buna. Bu deyir, de. Hətta onu yox, deyir, iki qardaş, mömin qardaş, bir-birini tərifləmək yaxşı deyil, amma deyir, çox istədinsə, de. Məhəbbətinizi bir-birinizə deyin. Deyinən ki, səmimi, amma da oyun çıxartmaq üçün yox. Səmimi, deyir ki, mən səni çox istəyirəm. Adam ovlamaq üçün yox, dost artırmaq üçün, belə yox. Səmimi ürəyində varsa məhəbbətdir. Çünki gəlib qeyri-səmimi deyirlər Həzrət Əli, mən səni çox istəyirəm. Həzrət Əli də bəzi hallarda ki, o qədər rəhimli adam, mərhəmətli adam, bəzi məqamlara deyir, yalan deyirsən. Deyirdi, necə? Deyirdi, mən dostlarımın hamısını tanıyıram, sən yoxsan, yadsan sən, məhrəm deyilsən. Sevdiyi ifadə elə. Duada da Allah buyurur ki, qul Rabbi zidni ilma. Bu da bir. Quran dualarından biri də budur. Rabbena la tuzigh qulubana ba'da iz hadaytana. İlahi, hidayət olduqdan sonra qəlbimizi sənin öz yolundan azdırma. Yoldan çıxartma bizi. Dinimiz var ya yox, valla indi mən bilmirəm özüm barədə. Mənim dinim var ya yox, and olsun Allaha bilmirəm. Mən bilmirəm. Bu indi bilinməz bu. Bilinir nə zaman? Böhran vəziyyətində bilinir.
Biri səni əsəbləşdirəndə dininin səviyyəsi bilinir. Deyirsən, niyə qışqırdın? Neyinimə görmürsən əsəbləşdirir? Ben harda deyiblə qəzəbi boğ? Qəzəbi boğ orada deyib ki, biri gəlib səni əsəbləşdirsin, əsəbləşməyəsən. Deyir, görmürsən, görürəm. Deyirəm, mən Allah da deyir ki, sakit vaxtda deməz ki, dəli deyirsən ki, əsəbləşəsən öz-özünü. Sakit vaxtda deyil, adam sakitdir. Biri səni əsəbləşdirəndə dininin səviyyəsi bilinir. Böhranlı vəziyyət, imtahan məqamında. Ən-nas abidud dünya, bunu bizim sərvərimiz İmam Hüseyin əleyhissalam deyir. İnsanlar dünyanın quludular və din la'iqun ala əlsinətihim. Din dillərində gəzir. Həmişə bunu oxuyanda bu hədisi deyirəm, olmayan mən də belə adamam. Doğrudan da bilmirəm hələ. Bilmirəm, axırda bilinəcək. Ən-nas abidud dünya və din la'iqun ala əlsinətihim. Din dillərində gəzir. Dində də danışır. Deyir, dinin hesabına yaşayanda dindarlar çoxdur. Və izə muhhisu bil bəla qəllət dəyyanun. İmtihan gələndə meydanda az adam qalır. Eli Kərbəla bunun sübutuydu. Məscidlər dolub daşırdı adamla. Kəbənin ətrafında yox idi amma İmam Hüseynin yanında heç kəs. Bunu göstərir. Bugün olsa necə olacaq, bilmirəm. İmamlar imtihan yaratmırdılar. Dünən elə bir müzakirəmiz oldu qardaşlarla. İmamların məzlumiyyətinin əsas səbəblərindən biri də budur ki, cəmaatın tutumu yoxdur, böyüklərini izzətdə görsün. Deyirsən, bədbəxt gün də ol, dostların arasında da var. Gəlm oturum sənin günüvə ağlayım, sənə dəstək ol. Amma sən ağ günə çıxma, xahiş edirəm. İmam Hüseyni öldürsünlər, mən gəlim onun, nə qədər sən sinə vurum. Amma imam zaman gəlsin, qüdrət sahibi olsun, yox, mən olmaz. Məsumlara da deyir, Allah bunun üçün məzlum elədi ki, cəmaatın tutumu az idi, bir səbəbi bu idi əlbəttə. Dedi ki, bunlar sizi izzətdə görsə, qüdrətdə görsə, azıb həlak olacaqlar. Razısınız məzlumiyyətə dözəsiz, bəli. Dedilər, nə olur olsun, tək ki, bunlar azmasın. İmamlar çalışıblar bizə imtihan yaratmasınlar. Çalışıblar imtihan yaratmasınlar. İmam Sadiqi gördü, yaxşı geyimdədir. Adam imamını yaxşı geyimdə görəndə sağlam adam nə deyir? Deyir, maşallah, tək rahat olsun, mənim sərvərimdir, ağamdır. Tək ki, yaxşı giyinsin, tək ki, yaxşı yaşasın. Yox, qurdları oynamağa başladı. Qurdlar var axı içərdə. Dedi, bəs sizin cəddiniz belə giyinirdi filan. İmam başa saldı ki, onun dövrü eləydi filan. Sonra gördü, bu sakitləşmir. Düyməsini açdı, göstərdi ki, altdan köhnə paltar giyinmişəm. Ha, rahatlandı. Əla. Tək ki, köhnə paltar olsun. Getdi. Həmişə belə olub. Həmişə belə olub. Alimlərə qarşı da, ruhanilərə qarşı da, məsumlardan ta bu günə qədər. Niyə narahatsan? O məsuliyyəti var, Allahla özü bilər. Allaha cavab verəcək. Nədənsə sui-istifadə edib, neyinib? Onu da sənin faktun var deyə. Yoxdursa, sən niyə narahatsan? Sən çalış ki, elə, o insanlar rahat olsun ki, sənə rahat xidmət eləsin. Məsumlarla bağlı da belə bir mövqe var idi. Onda bilinər ki, imtihan vaxtında bilinər ki, kim dindədir, kim yox. Kim dindən kənardır. Mən dindiyəm, mən burada danışıram bir saatdır. And olsun Allaha göstərici deyil. Mən niyə and içirəm ki, inanasız? Göstərici deyil ki, mən burada dindaram, inanclıyam, möminəm filanam. Bizdən harada bilinlər, bir dənə məndən üstün ola, İmam Zaman ağa qapını aça, girə içəri, deyə çəkil qırağa, bu danışacaq burada. Mən də könül xoşluğu ilə gedim, rahat oturum cəmaatın içində. Heç bir narahatçılıq keçirtməyim, onda bilinər ki, mənim dinim var. Onda bilinər. İndi bilinməz. Danışmağa nə var, qulaq asmağa nə var? Danışırsan, qulaq asırsan, hamı deyir, maşallah, bu çox. Bu bildirmir. O məqamda bilinir ki, biri səndən qabağa keçir, bilirsən də qabaqda olmalıdır, onda bilinir içində nə baş verir. Yenə deyirəm, İmam Zaman ağa girir, mənə deyir ki, çəkil qırağa, filan kəs var orada, o gəlib danışacaq. Sən oturacaqsan cəmaatda, o qapının ağzında. Mən də rahat gedib orada otura bilsəm, dinim var, yoxdursa yoxdur. Bu qədər incədir məsələ. Axıra qalan kimdir? Onu dua elə ki, axıracan qalın. Eşitmişsiniz də bunu, ələ saldılar Həzrəti Salmanı, bir dəstə cavan cahillər idi. Ona buna söz atanlar. Bəzisi fəxr edir axı, dayanır dində keçənə söz atır, gələnə söz atır.
O belə bir cürdə otururlar, hamıya gələnə gedənə bir söz atırlar. O dövrlərdə də olub belə cahil adamlar gəlir Salmana deyir ki, sən üstünsən, sənin saqqalın deyir üstün, niyə itin quyruğu? Salmanın saqqalına sataşır. O da incimir, narahat olmur. Deyir ki, əgər siratdan keçirdə bilsəm, bu üstündür. Keçirdənməsəm itin quyruğu. Yəni ehtimal var ki, o bundan üstün olsun. Özünə layiq hikmətlə cavab verir. Əl-ləzinə qalu Rabbunallah. Dedilər ki, Rəbbimiz Allahdır. Thumma istəqamu. Axıracanda dayandılar. Tətənəzzəl aleyhimul mələikə. Onlara mələklər nazil olar. Tarixdə nə qədər adamlar var ki, Peyğəmbər və imam onu kənarlaşdırıb bir işdən vəssalam, ondan düşmən olublar. Allah üçün sən müsəlmansansa sənə nə fərqi? Nə fərqi var sənə? Bir dənə Quranda ayə var, bunu deyim, maraqlı ayədir və sözünü tamamlayayım. Peyğəmbərlərini Allah deyir. Peyğəmbərlər nə deyir? İbrahim, İshak, İsa, Musa, ən üstün peyğəmbərlərinə. Deyir ki, sən bugün peyğəmbərsən, sabah başqasını bu vəzifəyə seçsəm, sən adi adamsan, ona təslim olacaqsan, istefa verəcəksən vəzifəndən. Bunu ayrıca deyir. Və iz əxəzəllah misaqən nəbiyyin, deyir, Allah peyğəmbərlərindən söz aldı. Ləma ateytukum min kitabin və hikmə. Bugün sizə kitab və hikmət vermişəm, bugün peyğəmbərsiz. Thumma ca'akum rasul. Sizdən sonra biri gəlsə, peyğəmbər gəlsə, başqası gəlsə. Musaddiqul lima ma'akum. Onlar da sizin kimi peyğəmbər olsalar, la tu'minunna bihi və la tansurunna. Sən çəkilirsən qırağa, ona iman gətirib və ona kömək eləməlisən. Ona iman gətirib ona kömək eləməlisən. Vəzifə adamları üçün, xalqa doğrudan xidmət eləyənmək istəyən vəzifə adamları üçün ən ideal ayədir. Peyğəmbərlərin Allah deyir. Səndən layiqlisi gəldisə, küsüb getmə. Peyğəmbərə deyir. Sən ona iman gətirirsən, onun dininə və ona köməkçi olursan. Əlinin altında işçi olursan. Peyğəmbər nə deyir? Və əxəztum alə zalikum isri yodiqalə əqrartum. Soruşdu Allah, razısınız, təsdiq edirsiniz? Qalu əqrarna, dedilər, bəli. Bu əhdi aldı onlardan. Qalə fəşhədu, şahid olun. Və ənə məəkum minəşşahidin, razılaşdıq. Peyğəmbərlər nə deyir ki, səndən layiqlisi gələndə sən ona iman gətirirsən və peyğəmbərlik işindən istefa verirsən, çıxırsan. Bu da bir. Və axırıncı. Axırıncı budur. Rabbena təqəbbəl minna. İlahi bizdən qəbul elə. Bu da çox mühüm duadır. Bunda bir təvazökarlıq var. Əməl eləyirsən, Həzrət Əliyə dedilər, nə qədər sən ibadət edirsən? Deyir, bilmirəm qəbul deyə yox. Bilmirəm qəbul deyə yox. Əməldən çox deyiblər, onun qəbuluna fikir verin. İmam Səccad əleyhissalam ya İmam Sadiq əleyhissalam ehramı giyinir. Biz nə edirik? Giyinirik. Belə yavaş ləbbeyk, Allahümmə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk və səlam elə bildi ki, düzəldir. Deyir, demir. Titriyir, demir. Dedilər, yəbnə Rəsulullah, niyə demirsən həccin vacibatıdır? Deyir, qorxuram, eşidəm deyə la ləbbeyk. Mən deyəm, qəbul elədim dəvəti, o deyə mən səni qəbul eləmədim. Bu da mühüm məsələ ki, səni qəbul elədilər ya yox. Deyir, haram dikə, haramdan alınan ehramla gedən həcc, bu qəbul olunur. Elə bir səyahətə gedir, deyir, bu il gedirsən, deyir, hə. Gələn il gedirsən, hər il deyir, bu il gedirsən, bilirlər ki, həzdən söhbət gedir. 20 dəfə, 30 dəfə gedib, deyir, gəldi o Arif, deyir, gördü bir ziyarətə hazırlaşır, deyir, neçənci dəfədir gedirsən Kərbəlaya həccə, nəməsən onun neçənci dəfədir, Allaha tərəfinin hacan getmirsən, bir dəfə getmirsən, gedir, oturur ziyarətdə, yaxşı yerdə, deyir, əla oldu ziyarətimiz, yaxşı yer tapdıq, zəvvarlar qalıb ayaq üstə, onu bunu itələyir, gedir, zərihdən yapışır, deyir, ziyarətim qəbul oldu. Ev möminlərdən küsüb, qohumundan küsüb, 3 ildir danışmır, gedib orada ziyarət eləyir. Hədisdə var, 3 gündən artıq 2 mömin bir-biri ilə danışmasa, ikisi də dindən çıxıb. Haqlısı da nahaqqıdır. Fərqi yox. Hansı haqlıdır, hansı haqsızdır, baxmır.
3 gündən artıq küsülü qalsa dindən çıxıb. Sözümü bitirirəm. İbrahim əleyhissalam Kəbəni tikdi. Allahın ulul əzm peyğəmbəri Kəbənin qırağındadır. Rabbena təqəbbəl minna. İlahi bizdən qəbul elə. Həzrəti Zeynəb İmam Hüseynin cənazəsinin yanına gəldi. O boyda böyük qurbanlıqdır da. Ondan böyük tarixdə qurbanlıq yoxdur. Hər şeyini verib İmam Hüseyn gəldi, təvazökarcasına dayandı, dedi ki, İlahi bizdən bu qurbanı qəbul elə. İmam Hüseyn kimi. İmam Hüseyn kimi qurbanı deyəsən bunun rədd yeri var. Görün böyüklərin duasına bax ki, biz elə arxayınıq ki, elə bil bütün əməllərimiz qəbuldur. Əsas niyyətdir, gəldi Peyğəmbəri görmədi, ziyarəti qəbul oldu. Uveys gəldi, gözlədi, Peyğəmbər yoxdur. Anam deyib tez qayıtmalısan. Baxdı, gəlsə Peyğəmbər anamın sözündən çıxacam. Qayıtdı, getdi, Peyğəmbər gəldi, dedi havadan Uveysin ətri gəlir. Amma adamlar var, Peyğəmbərin yanındaydı. Bütün günü ziyarətləri qəbul olmadı. Bu görmədi, uzaqdan gəldi. Bir dəfə də qismət olmadı görüşmək. Amma oldu Peyğəmbərin zəvvarı. Qəbulu çox mühümdür və dualarınızda da həmişə əməllərinizin qəbul olmasını Allahdan üstün ki, bu Quran duaları idi. İnşallah qismət olsa, elə dua mövzusunda ola bilər ki, 2-ci xütbədə gələn həftə baxarıq vəziyyətə davam etdirərik. Allah bu sözləri hamımızın qəlbində təsir eləsin inşallah.